Ümumiyyətlə, din bilirsinizmi nədir? Din, peyğəmbərlər gəliblər, insanlara deyiblər, istəyirsiniz sizə xoşbaxtlıq yolunu göstərir. İstəyirsiniz sizi fəlakətdən qurtulmağın yolunu göstərir. Belə başlayırlar. Müjdə kimi başlayırlar söhbətlərinə. Və insan da istəyir əslində belə bir yolu öyrənsin ki, nətər edeyim həyatımı bir yana çıxarım. Yəni nəticədə kim xoşbəxt olmaq istəmir? Hamı istəyir. Məsələn, bizi elə bunu ilə qarmağa keçirirlər də. Məsələn, təhsil haqqında niyə görə danışırlar? Çünki beyinlərinə oturub ki, təhsil adamı xoşbəxt edə bilər. Oxuyacaqsan, yaxşı bir vəzifəyə gələcəksən, yaxşı-yaxşı yeyəcəksən. Yəni, hər şey yeməklə bağlıdır, rahatlıqla bağlıdır. Adamlar xoşbaxtlığı bunda görürlərsə, budur. Peyğəmbərlər də deyir ki, daha böyük bir xoşbaxtlıq var. Bu xoşbaxtlıq sizin bildiklərinizdən qat-qat artıqdır. O da, baxın deyir, doğruluq yoludur. Doğruluq yolu ilə yeriyəcəksən, Allaha yaxınlaşacaqsan, xoşbaxt olacaqsan. Əks halda nəyə nail olsan, xoşbaxt olmayacaqsan.